Birinci növbədə biz bilməliyik ki, həcc nədir? Məsələn, şəxsən mən də həccdə olmuşam, dəfələrlə umrə ziyarətində olmuşam və orada mənə də qəribə gələn bu oldu. Ki, məsələn, mən gəldim, insanları ilk dəfə Kəbəni görməyənləri göz yumulu gətirirlər ki, Kəbəni görəndə ilk dəfə gözünü açırsan, dua edirsən, həmin anda etdiyin dualar qəbul olacaq. Baxıram ki, Kəbənin ətrafında təvaf edirsən. 7 dəfə dövr vurdum, buna təvaf deyirlər. Vurdum, nə oldu? Biz müqəddəs evi insanlar üçün ziyarət və əminamanlıq yeri etdik. Bir dənə yumru bir yer var, ona məqam-ı İbrahim deyirlər. Bu nədir? Baxsınız ki, İbrahim Peyğəmbərin ayaq izinin olduğu yeri sadəcə şüşələndirilmiş bir versiyasıdır. Arxasında durub 2 rükət namaz qılırsınız orada. Orada da namaz qılmaqdan ötəri insanlar bir-birini tapdalayır. İbrahimin dayandığı yeri namazgah edin. Biz İbrahimə və İsmailə evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin dedik. Səfa Mərvə deyilən bir yer var, orada qaçdın, gəldin. Həqiqətən Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim müqəddəs evi həc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, biləndir.